Tedbirimize başlamamıştan evvel ülkemizin erazi bütünlüğü ve süverenliği uğrunda canlarından geçmiş şehitlerimizin aziz hatiresini bir değerli istifa yad edeceğiz. Tedbirin açılışı için Azerbaycan Teknik Üniversitesi'nin rektörü Profesör Vilayet Beriyeva söz verir. Hörmətli bizim bilim məclisimizin üzvləri, hörmətli İlham müəllim, hörmətli İncəsənət Məktəbinin rektoru, hörmətli tədbir iştirakçıları, profesör müəllim heyəti, əziz tələbələr, hamınızı bu mötəbər və məncə qeyri-orijinal bir tədbirdə görməkdən çox şadam. Əslində bu tədbirin keçirilməsi, məni dinləyin, onu tanımışanın keçirilməsi kifayət qədər universitetlər üçün əhəmiyyətli bir məqamdır. Çünki bu universitetlərin inklüziv təhsil, inklüziv cəmiyyətə bir transformasiyasıdır demək olar. Yəni bu mənada çox ciddi bir əhəmiyyətli tədbirdir. Təşəkkür edən uğurlar arzudur. Sağ olun. Çok sağ olun Vali Bey'in. Vice-Prezidenti hörmətli İbrahim Əliyevanın Dünya Yuxu Rəhbərliyi şeirlər topluluğundan seçilmiş nümunələrdə yer alır ki, bu da poeziyanın tamaşaçının emosional və estetik təsirini daha da gücləndirir. Ama Teşekkür ederim. Çok sağ olun. Bizim bu
Gözəl dualarınızı bir daha alqış eləmək istəyirəm. Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri millət vəkili Zahir Müəllim olacaq. Rektorumuz, dəyərli vilayət müəllimi, hörmətli millət vəkillərimiz, hörmətli İlham müəllim, əziz müəllimlərimiz, bizim professorlarımız və dəyərli tələbələr. Hamınızı ürəkdən salamlayıram, hamınızı xoş gördük deyirəm və nə yaxşı ki, biz tədbirin əvvəlində danışmadıq. Çünki ev sahibi kimi, bu bizə doğma olan ocağın hal-hazırda rektoru kimi ustad su daşımaq asan deyil, ağırdır, hörmətli vilayət müəllimə birinci çıxış eləməliydi. Amma biz bu təəssüratlardan sonra bu salona gözəl tələbələrimizə müraciət eləsək, bir sorğu eləsək ki, 25 dəqiqə bundan əvvəl bu tamaşa, bu film, bu senari, bu səhnəni görmədiyiniz bir şəraitdəki insansızmı? Məncə cavabın hamısı sizin əvəzinizdən icazə verir. Özüm onu deyim ki, mən o deyiləm. Mən 25-30 dəqiqə bundan əvvəl nə qədər şəhərimizdə insanlıq, humanizm, başqasına qulaq vermək, dinləmək, ünsiyyət, həssaslıq və s. vardısa, amma Fatimə xanıma alqış olsun və dəyərli Gülnar xanıma alqışlayırıq biz. Və bizim indi hal-hazırda öyündüyümüz zəfərimiz var, qələbəmiz var. Qələbəmizə alqış olsun. Gülnar xanım, çox dəyərli müəllim, professor heyəti. Açığı bu tamaşaya baxarkən duyğulanmamaq qeyri-mümkün. Əslində məndən əvvəl də qeyd olundu, bugün bizim ən böyük problemimiz ünsiyyət problemi. Biz artıq heç birimiz bir-birimizi dinləmirik. Sosial media, süni intellekt, sürətli bir formada bizim həyatımıza daxil olmaqdadır. Və gələcəyə doğru bizi çox ciddi məsələlərdə bir çağırır ki, bir-birimizi dinləyək, bir-birimizə vaxt ayıraq. Bu bir reallıqdır. Bizdə indi biri danışanda gözləyirik ki, nə vaxt bitirəcək, biz də danışırıq. Amma əslində biz daha çox çalışmalıyıq ki, bir-birimizə qulaq asaq və bir-birimizi dinləyək. Bir rol oynadı və hamımızı bu təsirin altına saldı. Bir daha Millət vəkilləri, hörmətli professor müəllim heyəti, əziz tələbələr, hər birinizi salamlayıram. Mən də hörmətli həmkarım Zahid müəllimin o sözündən %100 razıyam ki, biz bu tamaşadan əvvəlki və 25 dəqiqə sonraki dövrdə müqayisədə fərqli insanlardır. Əlbəttə, mənə də bu tamaşa çox böyük təsir bağışladı. Yəni, görünən odur ki, hörmətli Fatimə xanım spektr problemi olan uşaqların hələ uşaqlıq dövründən yaşadıqları travmaları bizə göstərdi. Yəni, biz gəldik qənaət odur ki, uşaqlıqdan hələ biz o hər birliyi doğru düzgün hiss etməmişik, onların hansı duyğular keçirdiyini biz görə bilməmişik. Tolstoyun məşhur bir sözü var ki, əgər öz ağrını hiss edirsənsə, canlısan, başqasının ağrısını hiss edirsənsə, insansan. Ərzində həmin spektrli uşaqların, gənclərin keçirdiyi hissləri o bizə yaşada tanımaq. Çox təşəkkür edirəm ki, belə bir tədbiri təşkil edib və bizi də bu tədbirə dəvət edib. Bir daha təşəkkür Bugün Respublikanın Xalq Artisti, Teatr Xadimlər İttifaqının sədr müavini İlham Namik Kəmalov. Əlbəttə ki, burada incəsənət
Sən ki bu işi görürsən, davam edəcəksən, məcbur davam edəcəksən. Bilirsiniz, bayaqdan burada mənim də dost əlaqələrim də var və bugünkü tamaşa məni heyrətləndirdi. Niyə görə ki, bugünkü tamaşa heç bir klasik, nə Şekspirindir, nə Molyevindir, nə Axundovundur. Burada insan qəlbinin təzahürünü mən gördüm, təmizlik gördüm, iç dünyasını gördüm. Birisi bayaqları bizim hörmətli, əlbəttə bizim hörmətli millət vəkilləri də burada iştirak edir. Allah onlara çox təşəkkür edirəm ki, iştirak edirlər və öz fikirlərində çox açıq. Bizim bir gözəl mahnımız var. Belə olar həmişə, bax, belə olar həmişə. Hörmətli millət vəkilləri, hörmətli Texnik Universitetin rəhbərliyi və auditor, hər birinizi salamlayıram. Gülnar xanım, çox təəssüratlarımız olduqca böyüdür. Söz bizim həqiqətən də hisslərimizə toxunmağı bacardınız bu günləri. Və nə yaxşıdır ki, bunu etdiniz. Bu böyük auditoriya bir daha onların məni dinləyin sözünü yaşamağı bacardı. Və mən illər öncə gəlmək istəyirəm ki, bizim, mən bildiyiniz kimi Ümidləgəl Xeyriyyə layihəsinin rəhbəriyəm və uzun illər öncə biz bu layihələrə başlayanda bu kimi uşaqlar, bilirsiniz, evlərdə qapanırdılar, onları cəmiyyətə buraxmırdılar. Hətta valideynlər var idi ki, bu uşaqları məhz evlərdə qapırdılar. Bəlkə də bugün Azərbaycanda bu məsələlər artıq həll olmağa başlayıb, amma zamanında nəinki Azərbaycanda, digər ölkələrdə belə, mən sizə acı həqiqətləri demək istəyirəm ki, son paylaşımlarında Instagram sosial şəbəkələrində biri oldu ki, bax, bu uşaqları Türkiyədə zəncirləmişdilər və uzun müddət evdən bayıra buraxmırdılar. Bunu təsbit edilmişlər və dövlət diqqətini çəkmişdir. Amma bugünkü Azərbaycan cəmiyyəti tam fərqlidir. Salamlayıram. Mən Türk dövlətləri Autizm Federasiyasının fəxri prezidentiyəm artıq 2 ildir və bu spektrumla biz yalnız Azərbaycanda yox, artıq 7 ölkədə müsahibə federasiyanın işi ilə məşğuluq elə bu yaxınlara 2 ölkədə Qazaxıstan və Özbəkistanda bununla səfərlərdə məsələ ilə bağlı, bu spektrumla bağlı yalnız ölkələr fərqi yox, qarşılıqlı olaraq qardaş dövlətlərdə də təşkilat daha da güclənsin, işləsin və bu sahə ilə bağlı hal-hazırda dünyada çox yeni innovasiyalar mövcuddur və onunla mübarizə aparılması sürətlənir. Amma iş, düşünürəm ki, davamlı da olmalıdır. Mən təşkilatçılara təşəkkürüm bildirirəm. Çox yaxşı ideyadır. Düşünürəm ki, davamlı gələcək bir çox istedadlı uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi həmin o maraqlı tərəflərini üzə çıxardır, cəmiyyətə təqdim etmək düşünürəm ki, hər birimizin borcudur. Diqqətiniz üçün çox sağ olun. Alqışlayalım onlara, uzun yorulmalar.